Abiturientlər bəziləri bugünkü imtahana düşmüş, yəni 19 aprel tarixində ötənki məzunların buraxılmış imtahana düşmüş yeni açıq sualla qarşınızdayım. Bizə belə bir sual verilib. Hündürlüyü 2 olan, həcmi 2A kubu çıxılsın 128, eni A çıxılsın 4 olan kuboidin tam səthinin sahəsinin çox adi şəkildə yazılmasını istəyir bizdən. Biz ilk növbədə bilirik ki, həcm verildikdə kuboidin həcmi tapanda V bərabərdir A vurulsun, V vurulsun C. Yəni 3 müxtəlif ölçüsünün bir-birinə vurur. Hündürlük, en, uzunluq. Biz burada hündürlüyü C hərfi ilə işarə etsək, eni tutaq ki B hərfi ilə işarə etsək, bizə burada lazımdır nə olsun? Uzunluğu tapmaq lazım. Yəni A-nı tapmaq lazımdır. A-nı da tapmaq üçün nə edəcəyik? V bərabərdir ABC-dən A-nı buradan tapa bilərik. 2A kubu yazılan V-nin yerinə. 2A kubu çıxılsın 128 bərabərdir A vurulsun. B'miz bizim A çıxılsın 4'tür. A'ya bir dənə X ilə işarə eləyək. Çünki biz A-nı tapacağıq. C'miz də 2'dir. Vurulsun 2. Buradan 2'ni mötərizə xaricinə çıxartsaq. A kubu çıxılsın 64 qalır. Bərabərdir. A-nın yerinə X yazalım. X vurulsun. A çıxılsın 4 vurulsun 2. Bu 2 ilə bu 2 islah olunur. A kubu çıxılsın 64'ü kublar fərqi kimi açanda A kubu çıxılsın 4'ün kubunun açılışıdır. Bunu da açanda yəni A kubu çıxılsın 4'ün kubu bərabərdir. X vurulsun A çıxılsın 4. Bunu açanda olur. A çıxılsın 4 vurulsun. Birincinin kvadratı üzərinə gəlsin. Birinci ilə ikincinin hasili üzərinə gəlsin. İkincinin kvadratı yəni 16. Bərabərdir. X vurulsun A çıxılsın 4. A çıxılsın 4'lər də hər tərəfdən islah olunur. Qalır bizdə X bərabərdir. A kvadrat üstə gəlsin 4A üzərinə gəlsin 16. Bu da bizdə elədir. Bizim kuboidin nəyi? Uzunluğu. Deməli, eni C bərabərdir 2'dir. B bərabərdir. A çıxılsın 4'tür. C də bərabərdir. C demək A bərabərdir. Biz buradan A-nı tapmışıq. İkisini əvəz eləmişik. Deməli, A kvadrat üstə gəlsin 4A üzərinə gəlsin 16. S tamı hesablayanda biz bilirik ki S tam bərabərdir. 2 vurulsun A vurulsun B üzərinə gəlsin. B vurulsun C üzərinə gəlsin. A vurulsun C. O da bərabərdir. 2 vurulsun mötərizə üzərində. Deməli A vurulsun B. A vurulsun B'nin necə hesablayır? A çıxılsın 4'ü vuracam. Bu çox əlliyə. A çıxılsın 4'ü vuracam. A kvadrat üstə gəlsin. 4A üzərinə gəlsin 16'ya. Üzərinə gəlsin. B vurulsun C'ni tapanda 2'ni vuracam. A çıxılsın 4'ə. 2'ni vuracam. A çıxılsın 4'ə. Üzərinə gəlsin. AC'ni də tapanda 2'ni vuracam. 2 vurulsun. A kvadratı üzərinə gəlsin. 4A üzərinə gəlsin 16. Bunu da sadələşdirsək nə anlayacaq bizdə? Anlayacaq 2 vurulsun A kubu üzərinə gəlsin 4A kvadratı üzərinə gəlsin 16A çıxılsın 4A kvadratı üzərinə gəlsin 16 çıxılsın 16A üzr istəyirəm 16A çıxılsın 64 üzərinə gəlsin 2A çıxılsın 8 üzərinə gəlsin 2A kvadratı üzərinə gəlsin 8A üzərinə gəlsin 32. Bunda sadələşdirərək oxşar toplamları 2 vurulsun. A kubu təkdir, tək qalsın. Demək 4A kvadratı 4A kvadratı islah olunur. 16A ilə 16A islah olunur burada. Nə qalır bizdə burada? Burada qalır nə? Demək 2A kvadratı qalır. Üzərinə gəlsin 2A'nın kvadratı. Sonra 2A'nın üzərinə 8A gələndə eləyir 10A. Müsbət 10A. Sonra qalır nə? Mənfi 64. Çıxılsın 8. Mənfi 72. Üzərinə də gəlsin 32 elin mənfi 40. Demək bizim alınan çox həllimiz bu şəkildə olacaq.